anladım. Bilirsən, Kiril əlifbasına necə keçir? Onu da bilirsən nətər olub? Aha. 1937-ci illərdə, 38-ci illərdə bütün Azərbaycanın qaymaqları hamısı bu bizim Bakıya gəliblər. Burada Mircəfər Bağırov çıxış edəcək. Latın əlifbasından Kiril əlifbasına keçək. Aha. 1 saat 10 dəqiqə çıxış eləyir bu. Çıxış eləyəndə də deyir ki, biz bilirsənmi ki, düzdür, biz peçat olunan hərflər var. Kiril əlifbasında miyaq znak var, tverdi znak var, nə bilim, yu var, nə var. Bizim əlifbamızda yoxdur. Ömüzü miyaq znak eləri, hərfini, nə bilim, tverdi znak eləri, belə eləri. Çıxış eləyib orada. Səməd, heç kəs deyir ki, kim söz deyə bilər? Deyir ki, Kiril əlifbasında biz maşınkaya ehtiyacımız yoxdur. Başqa maşınka ixtira eləməyəcəyik, ondan istifadə eləməyəcəyik. O dövrdə deyir, kim çıxış elər? Özlərinin yaltaqlarını həmişə axıra saxlayırlar. İnan deyir ki, onu bir adam mənə danışıb, İnan deyir, elə bilginə sükut oldu, bir dəqiqədə burada insan yoxdur. Birdən zadın ortasından bir adam əl qaldı. Baxaq görək ki, bu Səməd Vurğun. Cavan oğlan. Mənim sözüm var. Gedə bildir. Ey Nizami, ey Füzuli, ey Nəsimi, görün çatlasın, niyə yatırsınız? Ruhunuz oyansın, sənin dilinə miyaq qıznak, tüvör düznak gətirirlər.